Burada biraz biz pasiyent və xəstə görməkdə çətinlik çəkirik, çünki özəl xəstəxana sayılır. Bu məni digər tələbələrdən fərqləndirən ən əsas xüsusiyyətdir deyə düşünürəm. Yenidən hazırlaşdığıma gedərdim. Yəni eyni günə bir neçə hazırlıqdan artıq salmayın, dediyim kimi keyfiyyətli şəkildə çalışsınlar. Çünki mən bunu edirəmsə, deməli o da edə bilər. Anatomiya, histologiya ilə qarşılaşanda biraz çəkinirlər. Salam, mən Xəllov Murad. 2024-cü ildə Azərbaycan Tibb Universitetinin tibb ixtisasına qəbul olmuşam. 2-ci kursda təhsil alıram. Bu gün sizə universitetin və ixtisasım haqqında məlumat verəcəm. Bu universitet və ixtisas haqqında sizə ən çox verilən sual nə olub? Gündəlik hər gün verilən suallardan biri siz nə həkimliyi oxuyursunuz? Hər gün mən bunu izah edirəm ki, bizim seçimimiz rezidenturada olur. Hələ ki bütün ixtisaslar eyni təhsil alır. Rezidentura bizim tam ixtisaslaşmamız üçün olan təhsil pilləsidir. Biz bakalavr təhsilini alırıq. Məsəl üçün gastroenteroloqda, neonatoloqda, pediatrda hamı eyni təhsil alır və sonra ixtisaslaşmaq üçün rezidenturaya veririk. Orada da yenə imtahan veririk. Ona uyğun bal yığırıq və bala uyğun yenə kodlaşdırma edirik və kodlaşdırmanın nəticəsinə uyğun biz qəbul oluruq müxtəlif xəstəxanalarda müxtəlif ixtisaslara. Müalicə profilaktika 1 və müalicə profilaktika 2 arasında belə radikal bir fərq yoxdur. Sadəcə kafedralarda dərslərimizə görə birinci semestr onlar keçirdiyi dərsi biz ikinci semestr keçə bilirik. Belə bir fərq var və yaxud da imtahanda onlar birinci girir, sonra biz ikinci giririk. Belə bir fərq var. Başqa heç bir akademik heyətdə və yaxud da keçdiyimiz dərsdə belə fərqli bir məqam yoxdur. Universitet həyatınız gözlədiyiniz kimi keçirmi? Əslində universitet həyatını gözlənilən kimi etmək bizim öz əlimizdədir. Çünki universitetimizdə elə gənclər var ki, ancaq dərs oxumaqla gününü keçirir, amma məndə elə deyil. Mən həm sosial həyatıma, həm akademik həyatıma vaxt ayıram. Könüllülüklər olsun, düşərgələr olsun, universitetin rəhbər heyəti ilə işləmək olsun. Çünki səhifənin idarəsidir, orada video kontentlərin hazırlanmasıdır, uşaqlarla birgə işləməkdir, öz komandam var, onlarla işləməkdir. Ona görə bu cəhətdən mənim üçün maraqlı keçir universitet həyatım, gözlədiyim kimi də keçir. Ona görə də deyə bilərəm ki, universitet həyatını gözəl və gözlənilən etmək bizim öz əlimizdədir. Bu biraz da iradə və məsuliyyət məsələsidir. Mən deyə bilmərəm ki, bizim universitetdə oxuyanlar məsuliyyətsizdir, çünki o yüksək balı yığmaq, bura qəbul olmaq özü bir məsuliyyət göstəricisidir. Amma düşünürəm ki, vaxtı planlı bölmək və hər şeyə vaxt ayıra bilərik. Çünki mən bunu edirəmsə, deməli o da edə bilər. Deməli vaxtını və zamanını düzgün bölmür. Bu da çox misaldır. Mənim akademik göstəricilərim də çox yaxşı səviyyədədir, həmçinin sosial həyatımda çox normal yerindədir. Elə öz tələbə yoldaşlarım arasında da bu cəhətimə görə fərqlənirəm. Düşünürəm ki, hətta mənim müsahibədə soruşanda da ki, sizi tibb universiteti tələbələrindən fərqləndirən cəhət nədir? Mən dedim ki, mən məsuliyyətli olduğumu desəm bu məni fərqləndirməz. Amma mən vaxtımı və zamanımı düzgün bölərək həm akademik həyatıma, həm sosial həyatıma vaxt ayıraraq bu məni digər tələbələrdən fərqləndirən ən əsas xüsusiyyətdir deyə düşünürəm. Vaxtı bölməkdə əsas üsulum nədən ibarətdir? Mən bilirəm ki, sabah mənim bu dərslərim var və dərslərimi açaraq baxıram ki, mən bunu nə qədər zamana çatdıra bilərəm. Bilirəm ki, məsəl üçün 6-da başlasam, saat 10-11-ə kimi mən bunu çatdıra bilərəm. Ondan sonra başqa işlərimə vaxt ayıracağam. Yox, 8-ə qalsın, 10-a qalsın, ondan sonra çatdıraram. Bu da qeyri-mümkündür. Həm yuxu pozğunluğuna gətirib çıxardır, yuxumuzu düzgün ala bilmirik, sabah da dərsdə öz aktivliyimizi qoruya bilmirik. Ona görə də bu cəhətdən mən çalışıram ki, hər şeyimi nizamlı şəkildə yerinə yetirim. Bəzən olur bu pozula da bilir, yəni insanlıq halıdır. Amma çalışdığım qədərlə bu balansı qorumağa çalışıram. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Universitet karyera qurmaqda indidən bizə dəstək olur. Sonradan çünki minlərlə hər il burdan gənc həkim məzun olur. Onlara dəstək olmaq məncə biraz qeyri-mümkündür. Amma tələbəlik illərimizdə bizə necə dəstək olur? Tələbə elmi cəmiyyətində çıxışlarımızla, bu çıxışların xaricdə yayımlanması, sonra jurnallarda yayımlanması kimi proseslərdə bizə dəstək olur və yaxud da hər hansı bir xaricdən biz qəbul alsaq, onun xərclərini ödəyərək bizi xarici yollaması əgər universitet üçün əhəmiyyətlidirsə, bu Q1, Q2 kimi jurnallarda yayımlanacaqsa bizə bu yöndən dəstək olur. Bundan sonra həmçinin universitetin mübadilə proqramları var. Məsəl üçün Türkiyə, Qazaxıstan, Özbəkistan, Litva kimi ölkələrdə. Bu zaman bizi mübadilə şəklində yollayaraq indidən praktikaya daha yaxşı adaptasiya olmamıza dəstək olur. Bizim bir fiziologiya müəllimimiz var. Normal fiziologiya Rəşid oturdu dedi ki, bizim diplom biləcərdən o tərəfə tanınmır və bu fikir çox bir radikal bir fikrə çevrildi ki,
həqiqətən də belədir. Əslində yox, biz imtahan verərək burdakı həqiqətən də tibb təhsili almışıq özümüz və bunu təsdiqləyərək diplomumuzla hər yerdə işləmə imkanımız var. Türkiyə olsun, Almaniya olsun, yəni minlərlə gənc Almaniyada təhsil alır. Necə təhsil alır? Əgər bizim bakalavr diplomumuz orada tanınmasa. Düzdür, bu tanınma bizim özümüzdən asılıdır. Yəni biz bu tanıtımı gedirik, orada imtahan veririk. Həqiqətən də yaxşı təhsil almışıqsa, təməl bilgilərimiz yerindədirsə, onda keçirik o imtahanı və göstəririk ki, həqiqətən də biz normal tibb təhsili almışıq. Xaricdəkilərlə müqayisədə necədir? Məsəl üçün qonşumuz Rusiya ilə müqayisədə bizim diplom daha məncə önəmli yerdə durur. Çünki bizim diplomu tanıtmaq Avropa ölkələrində daha asandır. Rusiyanınki daha çətindir. Çünki Rusiya indi ambargo bir şəraitdədir. Ona görə oranı bitirən gənclər daha çətin iş imkanları tapırlar, amma bizdə daha asandır ki, biz orada daha yaxşı tanıdaq bu diplomumuzu. Türkiyə tibb təhsili əlbəttə ki, dünya liderlərinə, Amerika ilə yarışır. Ona görə də biz bakalavrımızı bitirəndən sonra çoxsumuzun fikri Türkiyədir. TUS imtahanı verərək orada uzmanlıq təhsili almaq. Bu bizim üçün niyə önəmlidir Türkiyə TUS imtahanı verərək? TUS imtahanı demək olar ki, dünya imtahanları içərisində ən çətin imtahanlar arasında yer alır. Amma biz ixtisaslaşmaq və yaxşı həkim olmaq istəyiriksə və həqiqətən də öz sahəmizdə öz sözümüzü demək istəyiriksə, bu çətinliyi gözə alaraq həqiqətən də orada yaxşı ixtisaslı bir kadr kimi yetişməliyik. Sizcə, sizin ixtisasınızı seçən birinci kurs tələbələri ən çox hansı mövzularda yanılırlar? Bizim ixtisası seçən birinci kurs tələbələri başda da qeyd etdiyim kimi məktəb bitdi, universitet həyatı daha asan olacaq bu mövzuda yanılırlar. O qədər də asan olmur. Dediyim kimi biraz səbirli və təmkinli yanaşmaq lazımdır bu mövzuda. Çünki anatomiya dərsliyi biz keçdiyimiz biologiyadakı anatomiya kimi deyil. Çox dərin və çox vaxt tələb edən bir anatomiyadır. Demək olar ki, bir 600 səhifəlik bizim qarşımızda anatomiya tək Azərbaycan dilində deyil, hətta latın dilində. Bu bizi 2 qat yorur. Çünki biz həm Azərbaycan dilində suallara cavab veririk, bəzən olur ki, onun latın dilində qarşılığında öyrənməliyik ki, imtahanda çıxanda qarşımıza yaza bilək. Ona görə bundan əlavə də hətta sosiologiya, histologiya, embriologiya kafedrası var ki, o da bizə daha bir çətinlik yaradır. Çünki həqiqətən də məntiq tələb edən və başa düşüləsi bir fəndir. Çünki hüceyrənin biz içərisini öyrənirik o zaman. Ona görə bu kimi bir çətinlik var, amma hələ ki o çətinliyin öhdəsindən gəlməyən birlə qarşılaşmamışam. Mümkün qədər öhdəsindən gəlmək olur. Gündəlik dərsə cavab verərək. Demirəm ki, məsələn, müəllim 20 səhifə verirsə, hamısını çatdıra bilirdik. Xeyr. Amma məsəl üçün 10 səhifəsini çatdıra bilirdik. Heç olmasa müəllimlə diskussiya edərək müəyyən bir həddə özümüzü gətirirdik. Ona görə də həmin birinci kurslara tövsiyəm odur ki, birinci kursda qorxmasınlar, çəkinməsinlər. Bu çətinlik də aradan qalxacaq. Universitetdə verilən qərarlar tələbə rəyinə əsaslanırmı? Tələbə rəyinə əsaslanan qərarlar var universitetdə. Hansı ki, bizdə seçim fənləri var. O seçim fənlərdə biz özümüz qərar veririk ki, hansını seçək. Bundan sonra məsəl üçün tələbə gənclər təşkilatıdır, tələbə həmkarlardır. Sonra bizim özümüzün təşkilatımız var. Səhifədə hansı videolar, hansı kontentlər. Əlbəttə ki, bunu biz dekanımızla, rəhbərliklə danışırıq. Amma bizim fikirlərimiz də burada önəmlidir. Bizim kontentlərimiz, orada nələr edəcəyik, sonra böyük bir konfransların keçirilməsində bizim iştirakımız, orada təşkilati heyət kimi iştirakımız. Yəni bizim fikirlər də nəzərə alınır.